harasa çıxdılar oradan. Mən xahişəm Kərbəla Zami gəlsin bura. Bir dənə qəzəl oxusun bizim üçün o yazdıqlarından. Bizim görkəmli tarzənimiz Ramiz müəllimin oğludur. Hoş gördük qardaşım. Hacəmi, çox sağ ol. Salamlayıram mən də dostları, qardaşları. Allah mübarək eləsin. Əfqan Ali həqiqətən də böyük iş görüb bugün. Allah dostlarımızı, qardaşlarımızı, xüsusən də musiqiçilərimizi, xalqımıza, millətimizə çox görməsin. Hacı. Sağ olun hacı. An ba an zamanla yaşad oluram. An ba an zamanla yaşad oluram. Bahar ömrüm ilə qışad oluram. Uşaqlıq illərim geridə qaldı. Fələk gəncliyimdən məni də aldı. Büsbütün dəyişib geri dönürəm. Büsbütün dəyişib geri dönürəm. Hamı tək gün gəlir, mən də ölürəm. Özümlə heç nəyi aparmıram mən. Yerindən heç nəyi qoparmıram mən. Könüllü gedən də uşaqlığımdır. O mənim ən ülvi ayıqlığımdır. Zamanla hər şeyi geridə qoydum. Usanıb özümdən cana da doydum. Dedilər yaşlaşıb ağıldan gedir. Artıq təbiəti uşaq kimidir. Kimisi dedi ki ağlım itirir. Kimi ərz etdi ki dövrüm bitirir. Gülürəm uşaq tək bu cəmiyyətə. Alqış bu duyğuya, mədəniyyətə. O mənə qayıtdı, mən ona döndüm. Yol üstü dəyişib uşağa döndüm. Uşaq saflığı ilə gedirəm demək. Həmişə böyüklər edərdi kömək. Üz tutub gedirəm uca Allaha. Çataram ya axşam ya da sabaha. Allah sizləri var eləsin, uzun ömürlü olun, salamat olun, çox mübarək olsun inşallah. Şəmsidi yeganə nəfəs halətində bu Kərbəla Zami ifasıdır ki, qəzəl yazır. Şəmsi qəzəl yaza bilməm, amma danışmaq da istəmir. Amma yaxşı insandır. Axıracan atasına yaxşı baxdı. Bilirəm, nəfəs halətlərində, atası tarzəndə, özü klarnet. Bilirəm, Avaskulu mənim, Allah var eləsin.